sistemli şəkildə bu cinayət işini başdan ayağa ifşa elədi. Onu deyim ki, Tofiq bəy çox ciddi bir son söz hazırlayıb. Yəni əslində təbii ki, məqsəd müdafiə olunmaq deyil, onsuz da bu məhkəmədən ədalət gözlənilmir. Amma faktiki bir kitab yazıb. Kitab yazıb və ona qarşı olan bu prosesi tamamilə ifşa eləyib və onun əsasında da deməli son sözünü təqribən 2 saat yarım bugün oxudu. Növbəti ardını da növbəti məhkəmə iclasında oxuyacaq. Mən onun detalları haqqında çox danışmayacağım, çünki yəqin ki, kitab kimi çap olunacaq o son söz. İnternetdə geniş yayılacaq. Amma 2 detalı vurğulamaq istəyirəm. Təsəvvür eləyəsiniz qanunsuzluğun həddini. 1. Məlum oldu ki, Tofiq Yaqublunu şərləyən zaman, onun evinə pul qoyub, götürüb, bu cinayət işi ilə bağlı şərləyən zaman onun evindən bir dəftər götürüblər. Deməli, Tofiq bəyin həyat yoldaşının ailənin mühasibatı ilə bağlı yazdığı dəftər. Və o dəftərdən çox aydın şəkildə görünür ki, deməli, ailənin həmişə borcu olub, vaxtaşırı bu dəftər nəyə həsr olunub? Hansı borcu ödənildi, hansı qaldı? Təsəvvür eləyin. Yəni, həyatını bütövlükdə mübarizəyə həsr eləmiş bu insan elə bir şəffaf bir həyat yaşayıb ki, həmişə borcu içində yaşayıb və indi belə bir adama ittiham irəli sürürlər ki, o güya saxta sənəd düzəltməklə deməli 25.000 avro və 10.000 manatı dələduzluq yolu ilə ələ keçirdi. Yaqubluya qarşı belə bir ittihamın irəli sürülməsinin özü deməli bir dələduzluqdur. Yaxşı, mən imkan verməyəcəm ki, sizi o mənim məhkəməmdə olduğu kimi deməli dağıtsınlar, zorakılıq olsun. Nədən ibarətdir məsələ? Deməli, məhkəmənin prosesində çalışırlar ki, başa vursunlar, indi qarşı durma yaratmaq istəyirlər, həbslər həyata keçirmək istəyirlər. Ona görə də mən hesab edirəm ki, bugünkü prosesi yekunlaşdıra bilərik. 12 martda məhkəmə prosesi davam eləyəcək. Biz də bu barədə danışacağıq və hər zaman da ifşa eləyəcəyik ki, Tofiq Yaqublu heç bir cinayət törətməyib, Tofiq Yaqublu qanunsuz şəkildə şərlənərək həbs olunub. Bax görürsünüz, Tofiq Yaqubluya dələduz deyirlər, Bugün bu dələduzun müdafiəsi üçün görürsünüz də nə qədər adam toplaşıb. Bugün bu hakimiyyətin nümayəndələri, polislər ona görə narahatdır ki, Tofiq Yaqublu müdafiə üçün bu qədər adam gəlir. Tofiq Yaqublu günahsız tutulub, şərlənib. Son sözü. Tofiq Yaqublu bugün məhkəmə prosesi 3'e təyin olunsa da 4'ün yarısında başladı. Tofiq Yaqublu